Son zamanlar bəzi vətəndaşlar arasında pensiya ödənişlərinin gecikməsi ilə bağlı narazılıqlar səslənir. Bəs bu kimi hallarda gecikən vəsaitə görə əlavə kompensasiya və ya faiz tələb etmək mümkündürmü? Mövzu ilə bağlı konkretaca açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qanunvericilikdə pensiya ödənişlərinin gecikməsi halında əlavə kompensasiyanın ödənilməsi ilə bağlı birbaşa mexanizm nəzərdə tutulmayıb. Amma ümumi hüquqi qaydalara əsasən istənilən borca görə illik 5% dərəcəsində kompensasiya tələb etmək mümkündür. Əgər vətəndaşın pensiyasının müəyyən tarixdə ödənilməli olduğunu, lakin gecikdiyini sübut edərək məhkəməyə müraciət ünvanlasa, bu məsələ mülki məcəllənin ümumi maddələri çərçivəsində araşdırıla bilər, deyə ekspert qeyd edib. Əkrəm Həsənov əlavə edib ki, bu istiqamətdə məhkəmə praktikası mövcud deyil, lakin ümumi qayda belədir. Pensiya vaxtında ödənilməlidir. Əgər gecikmə baş verərsə, vətəndaşın faiz tələb etmə hüququ yaranır.